Salam uşaqlar, xoş gördük hər birinizi. Bugün, yəni 5 aprel tarixində keçirilən buraxılış suallarına baxırıq. Deməli, 57-ci sualda bizə deyir ki, 30 hektar əkin sahəsi artırılıb 42 hektar oldu. Əkin sahəsi neçə faiz artdı? Bunu fərqlə də yaza bilərik və ya tənasüblə yazsaq, 30 hektar 100%-dirsə, 42 hektar görək neçə faiz olub? X faiz. Tənasüblə həll etsək, 30x bərabərdir 32 vuraq 100, sıfırları ataq, 42-ni bölək 3-ə edir 14, 14 vur 10, 140%. Yəni əvvəl 100% idi, indi oldu 140%. Deməli 40% artım baş verdi. 58-ci sualda bildiyiniz tənasübün xassəsidir. Deməli 12-ni vuracaqsınız 4-ə, x-i vuracaqsınız, bu mənfini atın mənfi 3-ün yanına, mənfi 3-ə. Yəni 48 bərabərdir mənfi 3x, x da mənfi 16. Cavab D variantı. Keçək 59-cu suala. 59-cu sual əvəz etmədir. Y-in yerinə sizə verib ki, 2x-dır. Getirib yazacaqsınız. 5x üzərinə gələk 2x 21, 7x 21, x 3. X 3-dür, y tapmaq üçün uşaqlar ilə birinci tənlikdən istifadə edin. 2 vur 3, 6. X 3, y 6. Yəqin ki, bu D variantıdır. K-nın hansı ən böyük qiymətində bu ifadənin cəmi düzgün kəsirdir? Gəlin bunu dövrlə açaq. Bilirik ki, mötərizənin daxilində neçə rəqəm varsa, onu qədər 9 yazırıq. Vergüllə dövrə qədər neçə rəqəm varsa, onu qədər 0 yazırıq. Yəni 90-da bu 4K 2 rəqəmli ədədindən 4-ü çıxırıq. Bu da 90-da K4 ədədindən K-nı çıxırıq. Gəlin ortaq məxrəc ilə 90 olsun. Bu iki rəqəmli ədədə açaq. 40 üstə gəl K. Çıx 4. Üstə gələk 10K. Çıx, üstə gələk 4. Çıx K. 4-lər islah oldu. K-lar islah oldu. Qaldı ki 40 üstə gəl 10K. Məxrəcdə də 90. Onu surətdən çıxardaram. 4 plus K. Məxrəcdə də 90. İxtisar gedər 10-a. Qalar ki 4 plus K. 9. Bizə nə deyirdi? K-nın hansı ən böyük qiymətinə düzgün kəsirdir? Düzgün kəsir olması üçün 4 plus K ifadəsi maksimum 8 ola bilər. K da buradan olacaq. 4 cavab D variantı. 61. Düz xəttdən 4 metr məsafədə birdən düz xətt çəkək. Düz xəttdən 4 metr məsafədə yerləşən 4 metr məsafə. Aha, nöqtədən bu düz xəttdə hər birinin uzunluğu 5 sm olan 2 mail. Bir mailimiz burada çəkilsin. Bir mailimiz burada. 5 sm, 5 sm. Maillərin oturacaqlar arasındakı məsafəni tapın. Deməli, uşaqlar bilirik ki, görən bərabər yanlış bucaq yarandı. Bərabər yanlış bucaqda təpə nöqtəsindən çəkilən hündürlük median tən bölən bir-birinə bərabərdir. Yəni, bu parçalar bir-birinə bərabərdir. Eyni zamanda düz bucaqlı üç bucaq alınıb. Pifaqor üçlükləri 3, 4, 5. Deməli, bura 3 olmalıdır və ya tapa bilmirsinizsə buranı x deyək. X-in kvadratı bərabərdir. 5-in kvadratından çıxılacaq 4-ün kvadratı. 25 çıx 16, 9. Deməli, x 3 imiş. 3, 3 məsafə olacaq 6A variantı. Maillərin oturacağı, baxın, bu nöqtələrdir. Birinci mailin oturacağı budur, ikinci mailin oturacağı bu nöqtədir. 62-ci sual. Şablon tipli sualdır. Əbub AB 5-dir, AB 75-dir. Yəni, həm A-nın, həm B-nin daxilində 5 var. Yanında da hər hansı bir ədəd var. Y götürək. Fərqli ədədlər, çünki ortaq bir şey yoxdur onlarda. 5x vurulsun 5y 75 olduğunu bildirir mənə. 25xy 75, xy 3. Yəni, bu bilirsiniz ki, hasildir. X bir dəfə 1 və y3 və ya x3, y1 ola bilər. Fərqi yoxdur, onsuz da yeni bir şey alınacaq. A 5x-dır, x-i 1 götürək. 5, y3-dürsə 15. Bizdə A plus B, yəni 5 üstə gələk 15. Cavab edəcək 20. 63-cü sualda da görə bilərsiniz ki, bu
kvadratları fərqinin açılışı düz dururdu. 2x minus 1, 2x plus 1-dirsə 2x-in kvadratı çıx 1-in kvadratının açılışıdır. Çıxaq bunu vurub açırıq. 4x x-ə 4x kvadrat, mənfi 4x mənfi 3-ə dəyir, olur 12x 35. 4x kvadratı çıx 1, çıx 4x kvadratı üstə gəl 12x 35. 4x kvadratları islah oldu. 12x qaldı yerində. Mənfi 1 sağa keçib 36 olacaq. Toplanacaq çünki x etdi 3. Cavab B variantı. 64-cü sualda ifadənin qiymətini tapın. Bu da şablonlu sualdır. Bilirik ki, vurmada üslər toplanacaq. Mənfi 2a üzərinə gələk 6a edəcək. Mənfi, daha doğrusu müsbət 4a. A da 4-də 1-dir. 4 vur 4-də 1 bilirsiniz ki 1 eləyir. 3 üzəri 1 elə bizə 3'ü verəcək. Yəqin ki, burada 3 var. Yəqin ki, cavab yəqin ki, yox, cavab 3'dür. Variant görünmür. Keçək növbəti suala. Deməli, dairənin radiusu 5 dəfə artsa, onun sahəsi necə dəyişər? Düz bunu bilirik ki, S bərabərdir. Pi r kvadratıdır. Yəni, radius 5 dəfə artsa, 5-in kvadratı 25 dəfə sahə artacaq. Çünki radiusla sahə düz mütənasibdir. OTK sınaqlarında dəfələrlə rast gəlmişik bu suala. 66-cı sualda AC 7 cm, CB 14 cm-dir. Bizdən elə AB-ni soruşur. 7 üzərinə gələk 14, 21 cm. 67. Bilirik ki, kökdə 25-dən 5 çıxacaq. 16-dan 4, kökdə 9-dan da 3 çıxacaq. 10 çıx 4 üzərinə gələk 6. Cavab 12. 6, 12 yəqin ki, burada bir 12 var. 68-ci sual. Əbub axtarırıq. 30-u və 36-nı ayırarsınız. Görəcəksiniz ki, 35 vur 6-dır. 2 vur 3 belə deyək. 36-da 2 vur 3 vur 2 vur 3'dür. Və bizə deyir ki, əbub tapın. Əbub da elə olacaq. 2 vur 3, 2 vur 3, 6. E variantı. Keçək növbəti sual. Bu funksiyanın qrafik üzərində yerləşən və ordinatı 3 olan nöqtənin absisini tapın. Absis bilirik ki, x-dır. Ordinat 3'dür amma. O zaman ordinatın yerinə aparaq 3'ü yazaq. 3 bərabərdir. 5x çıx 17. 5x bərabərdir. 17 keçsə sola plus olacaq. 5x 20, x 4. Absis oldu. Yəqin ki, burada 4 var. Həqiqətən də 4'ü yazsaq, bura 5 vur 4, 20. 20-dən 17 çıxırıq, 3 edəcək. 70-ci sualda kubun neçə tili var? 12 tili var. Bunu əzbər bilməliyik. 71-ci sualda nə deyir bizə? Həsən, yalnız Həsən, Əli və Vüqar 3 nəfər olduğu bir yarışmada Həsənin qazanma ehtimalı, Vüqarın qazanma ehtimalının 7 misli, Əlinin qazanma ehtimalının 2 mislidir. Buna görə yarışmanı Əlinin qazanma ehtimalını tapın. Bilir ki, bütün ehtimalların cəmi 1-ə bərabər olmalıdır. Bizə nə deyir? Bir dəqiqə, Həsənin qazanma ehtimalı, Vüqarın qazanma ehtimalının 7 misli, Əlinin qazanma ehtimalının 2 mislidir. Bunların hər ikisini ortaq bir ədəd 14K götürüm. O zaman Vüqarın 7 mislidirsə, Vüqar 2K olacaq. Əlinin qazanma ehtimalının 2 mislidirsə, Əli 7K olacaq. Bunları cəmləyək. 14K, 7K, 2K, 1, 9, 23K, 1K olur. 23'də 1. Bizə nə deyir? Buna görə yarışmanı Əlinin qazanma ehtimalı. Əli 7K idi. 7 vur 23'də 1. 23'də 7. Cavab D variantı. 72-ci sualda. Kəsirini ixtisar edin. Bilirik ki, 4 2 üzəri 2 deməkdir. 12. 2'nin kvadratı, yəni 4 vur 3'dür. 2'nin kvadratının bir dənə də üzərində n var. 3 üzəri n. Məxrəcdə 3 üzəri n çıx 1. 2 üzəri 2n plus 1. Bilirik ki, vurmada toplanır. Bölmədə çıxırıq. Hal-hazırda bu ikiləri bir yerə yığsaq. 2 plus 2n. 3 üzəri n edəcək. 3 üzəri n minus 1. 2 üzəri 2n plus 1. Gəlin ayrıca yazaq çıxaq.
2-nin üzəri 2 plus 2n-dən çıxırıq məxrəcdəkini. Çıx 2n, çıx 1. 3-ün üzəri n, çıx n. Artıq mənfi buna dəyib plus 1 olacaq. 2n'lər islah oldu. Burada qalacaq 1, 2 üzəri 1, 3 üzəri 1. Yəni 2 vur 3, 6. Cavab elədi 6. 73-cü sualda diaqramda A və B çoxluqlarının elementlərinin sayı haqqında məlumat verilmişdir. 4n A fərq B bizə A-nın B-də olmayan bilir ki, bu hissədir. 4 vurulsun 2x plus 8 birləşməsi hamısı aiddir. Yəni 2x plus 8 plus 3x plus 1 plus 4x plus 5. Burada həqiqi x tapacaq biz. 8x plus 32. 2x, 3x, 4x bizə verir 9x. 9x, 8 plus 1, 9 plus 14. Deməli, 32, 8x çıx 9x bərabərdir 14 çıx 32. Mənfi x mənfi 8, x 8. Bizdən soruşur ki, B-nin A-da olmayanı, baxın bu hissədir, bu ayparadır. 4x plus 5, 4 vur 8 plus 5, 32 plus 5, o da edəcək 37. Cavab oldu 37. 74-cü sualda, şəkil biraz burada silinib, səhv etmirəmsə, belə bir şəkil olmalıydı ki, şablon fiqurdur, oxşarlıq bölməsində. Bucaq B. Bucaq D buranın bərabər olduğunu deyir bizə. AB, yəqin ki, AB buradaydı. AB 6-dır. OC 6-dır. AO 5-dir. Bizdən CD-ni soruşur. Bu tərəfi soruşur. Əgər bunlar alfası, deməli AB ilə CD paraleldir. Yox, paralelliyi burada verməyib. Bizə sadəcə özünün bərabər olduğunu deyib. Aha, bu bucaqlar qarşılıqlı bucaqlardır. Bura bet olsa, bura bet olacaq. 2 bucaq bərabərsə, 3-cü bucaq da avtomatik bərabər olacaq. Qamma, qamma. Oxşarlığa görə, deməli, AOB 3 bucağı oxşardır. COD 3 bucağına. Deməli, bizdən nə istənir? Betanın qarşısı istənir. O zaman betanın qarşısında burada 6-dır. Burada x-dir nisbəti. Hansı tərəflərimiz var? Bizim elə alfalarımızın qarşısı var. Alfanın qarşısındakına nisbəti 5x 36, x 7,2 CD olacaq. 7,2. Sonra 75-ci sualda ABCD düzbucaqlısında, bu da şablon sualdır. AB 6-dır, AM 12-dir, ADM bucağının dərəcə ölçüsünü istəyir bizdən. Bilirik ki, düzbucaqdır buralıq. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Deməli, bu alfa 30-dur. Bilirik ki, 180 tamamlanmalıdır. 30, 90, 120. Burada qalır 60 dərəcə. Elə 60-la da bu 60 daxili çarpaz bucaqlarda olacaq 60 dərəcə və ya görə bilmirsinizsə 60, 90, bura 30 olmalıdır. Bu da özlüyündə 90 olmalıdır deyə ADM oldu 60 dərəcə. 76-cı sual. Rəhim birinci gün kitabın 40%-ni, ikinci gün 5%-ni, ümumi kitab 100%-dir. Birinci gün 40%-ni oxudu. Qalanın söhbəti istifadə eləmirsə, deməli elə kitabdan söhbət gedir. İkinci gündə 5%-ni oxudu. Qaldı. Üçüncü gün isə qalan 110 səhifəni oxuyub qutardı. Kitabda neçə səhifə olduğunu tapın. 110 səhifə qaldı. Görüm neçə faiz qalıb? 55% qalıb. 55%-i 110 olan ədəd. Və ya faizinə görə ədəd tapmaq. Elə 55 ilə 110-u çarparım 2 edəcək. 100 də 2-yə vurulacaq. 200. 200 səhifə kitab var. 73-cü sualda 9-cu sinif kitabını dəfələrlə işləmişik bu tip suallardan. Bərabərsizliyin ən kiçik tam həllini tapın. Baxıram ki, bu 3 çıxılsın kökdə 10 ifadəsi bir ədəddir. Müsbət ədəddir, yoxsa mənfi ədəddir. 3 kökdə 9 deməkdir. Bilirik ki, kökün altında ədəd artdıqca böyüyür. Kiçik ədəddən böyük ədəd çıxırsa mənfi bir ədəd alınır. Deməli, biz
işarəmiz dəyişəcək, mənfiyə bölürəmsə, hər iki tərəfi mən böləcəm 3 çıx kökdə 10-a. Mənfidir deyə işarəmi dəyişəcəm uşaqlar. 5 onda 5, 3 çıx kökdə 10, məxrəcdə də 3 çıx kökdə 10. Deməli, bunu böldüm x, işarəm dəyişdi. 5 tam, onda 5-dən böyük ədədlər ən kiçik tam həll olacaq 6. Deməli, düz xəttli yol boyunca 85 ağac əkilmişdir. Hər qonşu, deməli, buradan bura qədər bir ağac əkilib. Hər qonşu 2 ağac arasındakı məsafə bərabərdir. Yəni, bu məsafələr bərabərdir. A və B ağacları arasında ağaclardan biri C-dir. Tutaq ki, burada hər hansı bir C ağacı var. A və C ağacları arasındakı məsafənin C və B ağacları arasındakı məsafəyə nisbəti 3/4-dür. Buna görə C ağacı A-dan başlayaraq neçənci ağacdır? Məsələn, uşaqlar, mən 3 ağac əkirəmsə, birinci, ikinci, üçüncü ağac, məndə artıq ağaclar arasındakı məsafə olacaq 2. Yəni, ağac sayından 1 vaid düşəcək olacaq məsafə. 85 ağac əkilibsə, deməli 84 məsafə var. A-dan, indi C burada olsun, A-dan C-yə qədər 3x götürək və ya K fərqi yoxdur. C-dən B-yə qədər də 4x götürək. Çünki nisbəti bizə göstərir. 3x ilə 4x-i toplayacaq 84, 7x 84, x 12. X 12-dir. Buna görə C ağacı A-dan başlayaraq neçənci ağacdır? X 12-dirsə olacaq o zaman 36 məsafə. Çünki məsafələr idi bizdə burada məsafə sayıdır. 36 dənə məsafə varsa, axırıncı bu C-dəki ağac neçənci ağac olacaq? 37-ci, düzdürmü? Bəli, 37. 1, 2 məsafə 3 ağacı əhatə edirsə, 36 məsafədə 37 ağacı əhatə edəcək. 36 plus 1, 37 ağac. Bu nədir? İti bucağın tənböləni. Biraz bu tərəfdə çəkim onu. Deyir ki, bizə iti bucağının tənböləni trapesiyanın iki oxşar üçbucağı ayırır. Bir dənə trapesiya çəkək. İti bucaq onu deməli ayırdı. 2 dənə üçbucağa. Tənböləndirsə o zaman bura alfa olacaq. Burada alfa olacaq. Niyə bura alfa oldu? Bu çarpaz, daxili çarpaz bucaqlara görə. Bu da ki, alfa tənbölən olduğuna görə oturacaqlar 7, 28-dir. Trapesiyanın perimetrini istəyir bizdən. Uşaqlar, bura 7-dirsə, bərabər yalnız görürük alfa, burada 7 olacaq. Tutaq ki, bu hər hansı bir beta bucağıdır. Oxşarlıq burada bizdə gedəcək. Deməli, alfa verdiysə bura beta. O zaman bunu mən beta götürərəm. Çünki bu iti bucaq daxı bu kördür. Beta götürəcəm. Burada avtomatik o zaman ki bucaq bərabərsə burada alfa olacaq. Mən eynəyəcəm. Tənasübli oxşarlığı taparam. Mənə nə lazımdır burada? Digər tərəf lazımdır. Yəni alfanın qarşısındakı bu üç bucaqda betanın qarşısını bilmirəm. Alfanın qarşısını bilirəm. O zaman götürək betanın. Doğrudan bura alfadır. Burada x olacaq o zaman. Bərabər yanlış bucaq burada da yaranır. Betanın qarşısındakının x-in, betanın qarşısındakına 28-ə, alfanın qarşısındakının 7-nin, alfanın qarşısındakına burada x-dir. O zaman x kvadratı 28 vur 7, 28 4 vur 7, 7. O zaman 7, bir də 4-dən 2 çıxacaq. 14 x edəcək, 14 və ya burada tapa bilərdiniz. Bizə nə istəyir? Trapesiyanın perimetri o zaman bərabərdir. Bu 7, üzərinə bu 7, üzərinə x, üzərinə yəni x 14 tapdıq, üzərinə 28. 14, 14, 28 cavab edəcək. 56. Gəldik. Nə sualdır? 80-ci sual. Sahəsi bu düsturu ilə verilən düzbucaqlı formasında metal lövhənin sahəsi bu düsturu ilə verilən düzbucaqlı formasında isə kəsildi. Deməli, nəyi kəsdilər? S1-i kəsdilər, götürdülər.
Şəkildə verilənlərə əsasən qalan hissə budur. Görürəm ki, bura x çıxı 2 isə burada avtomatik x çıxı 2 olacaq. M enini x ilə ifadə edin. X-in hansı ən kiçik tam qiymətli məsələnin həlli var? Deməli, mən S2-dən, yəni S2 nə idi? Yenə burada yazacağım uşaqlar. S2-dən kəsib mən S1-i götürəcəm, yəni çıxacağam. Deməli, S2 x kubu, x'in kubu plus 2x kvadratı plus 8x plus 16 çıxılsın. S1'i çıxacağım, hamısı minus olacaq. X kubu çıx x kvadratı çıx 12x çıx 12. Bərabər olmalıdır bu qalanı. Görüm hələ nə qalır? X kublar islah oldu. 2x kvadratdan x kvadrat çıxdım. X kvadrat 8x-dan 12x. Biri mənfi D çıxılacaq 4x. 16-dan 12 çıxdı müsbət 4. Görürəm ki, elə bu x çıx 2-nin kvadratıdır. Düzdürmü? Yəni x çıx 2 vur, x çıx 2. Bir tərəf x çıx 2 isə deməli m-də olacaq. Avtomatik x çıx 2. Və x-in hansı ən kiçik tam qiymətindən məsələnin həlli var. Deməli, tərəf müsbət olmalıdır. Ona görə x ilə biz burada nə götürəcəyik? 3 götürəcəyik. 0 da ola bilməz. X eləyəcək 3. Gəldik 81-ci suala. Bunu 9-cu sinifdə keçmişik sizlə. Tənliyi ilə verilmiş çevrənin daxilinə çəkilmiş kvadratın sahəsini. Həmdən çevrə götürək. Daxilinə kvadrat çəkilibsə, yeni kvadratın xaricinə çəkilmiş çevrədən söhbət gedir. Radius tutduq ki. İndi gəlin bunları komplektləşdirək. X kvadrat plus x, y kvadratı çıx 5y, 29 tam onda 5. Deməli, biz deyirdik ki, x-in qarşısında nə varsa, onu 2-yə bölürdük. Düzdür, onun kvadratını əlavə edib çıxsaq, tam kvadrat şəklində ala bilirdik. Yəni, x kvadratı x-in biz 2-yə bölsək, yəni 1-dir qarşısında olacaq, 2-də 1. Yəni, 2-də 1-in kvadratını əlavə edib çıxmalıyıq. X kvadratı plus x plus 2-də 1-in 4-də 1 əlavə edəcəm və 4-də 1-i çıxacam. Bir şey dəyişmir. Burada da 5-i 2-yə böləcəm. 2-də 5. Y kvadratı, yaxşı belə ayırım bunları. Y kvadratı çıx 5y plus 2-də 5. 2-də 5-in kvadratı olacaq artıq 4-də 25. Çıx 4-də 25. Bu da 29,5. Deməli, bu x çıx dedik ki, 2-də 1-in üzərinə gəlmə kvadrat olacaq. Həqiqətən x-i 2-də 1-ə vuranda, bir də 2-yə vuranda x qalsın. Çöldəki bu 4-də 1-i saxlayaq. Yenə açılışda bu 4-də 1-lər gedəcək. Bu isə y çıx 4-də 1, yəni 2-də 5-in kvadratı olacaq. 4-də 25 yenə burada qalacaq. 29,5 də yerində. Deməli, x plus 2-də 1 öz yerində qalsın. Y çıx 2-də 5 öz yerində qalsın. Mənfi 4-də 1 ilə mənfi 25-də, mənfi 4-də 25-i toplasam, edəcək mənfi 4-də 26. O da mənfi 4-də 26 da 6,5 edir, səhv etmirəmsə. 4-də 26, bəli, 6,5. Özü də üstə gəlmə olacaq, çünki soldan gəldi. X plus 2-də 1-in kvadratı, y çıx 2-də 5. Toplasam, deməli, 36 edəcək. Düsturda biz bilirik ki, x çıx a-nın kvadratı, y çıx b-nin kvadratı bərabərdir r-in kvadratıdır. R-imiz görünür ki, buradan 6-dır. A mənfi 2-də 1-dir. Mərkəz bu nöqtələrdədir. B isə 2-də 5-dir. Mərkəz bu nöqtələrdədir. Və radius da 6-dır. Nə istəyirdi bizdən? Daxilə çəkilmiş kvadratın sahəsini tapın. Radius deməli tapdıq biz 6. Bura 6-dırsa, o zaman diametr olacaq 12. Bilirəm ki, diametr a kökdə 2-yə bərabərdir kvadratda. O zaman diametr 12-dirsə, a-nı tapmaq üçün 12-ni kökdə 2-yə böləcəm.
Kökdə 2-yə vurum surəti və məxrəci. Məxrəcdə 2 eləyəcək. 12-ni 2-yə bölürük. 6 kökdə 2. Tərəfi tapdıq biz 6 kökdə 2. Və bizə sahə lazımdırsa A-nın kvadratı, yəni 6 kökdə 2-nin kvadratı 36 vur 2, o da edəcək 72. Bu qədər uşaqlar. Ümumilikdə düzdür, biraz çətin gələ bilərdi sizə suallar. Bəlkə bunun hesablaması biraz vaxt aparardı. Bəlkə bu ağac məsələsi və bu 3 dənə biraz sizdə vaxt apara bilərdi. Amma qalan suallar şablon tipli suallar idi. 76 idi, 77 idi, 75 idi, 74. Ola bilər 71 də biraz sizə çətin gəlsin. 73 idi, 70 idi. Ən sadələr 68, 65, 67, 66 ən sadə demək olardı ümumiyyətlə suallar içərisində. Belə uşaqlar, ümid edirəm ki, nəticələriniz gözəl olar. Uğurlar.